batmırsa, belə yerlərdə yaşayanların namazı necə olur və namaz vaxtlarını necə müəyyən edirlər? Fərz edək ki, mükəlləf Şimali Avropada, Şimal qütbündə yaşayır. Orada bəzi yerlərdə gecə 6 ay, gündüz isə 6 ay davam edir. Məsələn, bizdə, İraqda və ona yaxın ölkələrdə bir gün 24 saatdan ibarətdir və gecə ilə gündüzdən təşkil olunur. Lakin bəzi ölkələrdə və ya şəhərlərdə, məsələn, Şimal qütbündə gündüz 6 ay davam edir və gecə də 6 ay davam edir. Oruc məsələsi. Oruca gəlincə, əgər həmin şəxs başqa bir bölgəyə səfər edib oruc tuta bilirsə, ona vacibdir ki, Ramazan ayında səfər etsin və orada oruc tutsun. Əgər Ramazan ayında səfər etməzsə, Ramazandan sonra səfər etməli və orucların qəzasını tutmalıdır. Əgər nə Ramazan ayında, nə də ondan sonra